Salam kızlar, necəsiz? Sizi yeni bir videomdan salamlayıram. Bugünləri sizlərlə birlikdə ıslaq keks edəcəm. Ərzaqlarını masanın üzərinə düzmüşəm. Sadə bir ıslaq kekiz. Yəni 3 yumurta, hər birimizin sadə bir evdə etdiyimiz bir resept. Mən də daimi etdiyim bir resept. Amma yəni sınamışam, çox gözəl olur qızlar. 3 yumurta, 1 stəkan şəkər tozu, 1 stəkan armud stəkanla götürmüşəm duru yağ, 1 stəkan da duru, 1 stəkan da üzr istəyirəm, 1 stəkan da armud stəkanla da bir süd, 1 stəkan un. Kakao da, yəni gözə yarı tökürəm qızlar. 2 qaşıq, 3 qaşıq baxır kakaonun rənginin tünd olmağına. Yəni keklər tünd olur. Bir də görürsən o birisilərdən alanda rəngi tünd çıxmır. Ona görə də yenə dediyim kimi baxır kakaonun tündlüyünə. Hər birini üzərinə tökürəm. Yəni yumurtanı az miqdarda qarışdırıram. Çox qarışdırmıram, yəni şişirtmirəm, belə deyim, amma yəni az miqdarda qarışdırıram. Çox da ehtiyac deyil ki, onu çoxlu mən mikserlə açarsınız. Ona ehtiyac yoxdur. Bir üzərinə bir qabartma, bir vanil tökürəm. Çox gözəl olur qızlar. Yumşaq, adından məlum olunduğu kimi ıslaq, yumşaq, ağızda əriyən bir ıslaq kek olur. Mən sevirəm, yəni ıslaq keksdir, belə deyim, çox sevirəm. Ən çox da yəni ıslaq keksi daha çox sevirəm. Uşaqlar da sevir. Islaq keks çox dadlı olduğu üçün ona görə daha çox bişirirəm. Gördüyünüz kimi üzərinə 3 qaşıq. Burada da qabın ağzı dar olduğu üçün istədim qaşıqla götürə bilmədim. Masanın üzərinə dağıldı. Yəni üzürlü sayarsınız qızlar. İstədim yəni çay qaşığıyla götürərdim, amma ölçüyə görə götürdüm ki xörək qaşığından, amma səhv etdim ki elə bəri başdan gərək qaba tökərdim, qabda hazır götürərdim, onda rahat olardı. Belə də dağıtmazdım, belə bir səhvlik etməzdim. Belə deyim, üzürlü sayın. Hər bir yəni ərzağı tökürəm, qarışdırıram və üzərinə ən axırda ununu tökürəm. Onu da çox atlamıram. Yenə dediyim kimi çox çalmıram. Biraz unu qarışana kimi, yəni qabaqdan əvvəlcədən 180 dərəcədə qızdırılmış sobada. Yəni reseptində 40-45 dəqiqədir, amma yəni 40-45 dəqiqə çəkmir. Yarım saat. Yəni içərisi bişənə kimi bəs edir. Ona görə də daha tez götürürəm. Yəni ehtiyac deyil 40-45 dəqiqə bişməyinə. Ocağa qoyandan sonra, sobaya qoyandan sonra mən yəni qıraqda sousunu hazırlayıram. Onu düşürüb biraz soyandan sonra elə sousu da soysun, üzərinə tökürəm. Sizlər necə qızlar? Sizlər hansı şirniyyatı sevirsiniz? Şirniyyatı sevirsinizmi? Mənə elə gəlir ki, şirniyyatı sevməyən insan yoxdur. Belə deyim, ən azından gündəlik həyatımızda gündə bir dəfə də olsa bir şirniyyatla çay içməyi, yəni Azərbaycan xalqı olaraq yəni sevirik. Yəni mənə elə gəlir ki, hamı da sevir, hamı da xoşlayır. Sevə-sevə də evdə bişirir də, alır da, yəni istifadə edir də. Mən alınmağı yox, daha çox evdə bişirilməni daha çox üstünlük verirəm. Tez-tez də bişirirəm. Deyim ki, nəinki alınma. Düzdür, alınmanı deyirəm, ad günlərində, yəni uşaqların ad günü olsun, özümüzün ad günündə olsun, nəsə bir tədbirimiz, yığıncağımız olarsa da onda alınmanı alaram. Amma belə gündəlik, yəni şirniyyatları sevmirəm almağı. Düzdür, quru peçenyalar belə alıram, vafli olsun, peçenya olsun, onları alıram. Amma belə bişirməni daha çox üstünlük verirəm. Sizlər necə? Sizlər də bişirirsinizmi? Yoxsa alınmanı üstün verirsiniz?
Mən evdə bişirməni daha çox sevirəm. Bilirəm ki, üzərinə nə vururam, içərisinə nə qatılır, təzədir ya köhnədir. Mən bu yaxından qızlar belə bir yəni bilmirəm sizin də heç qarşınıza çıxıbmı? Mağazindən yəni satın alma şirniyyat almışdım. Kremli bir şirniyyat idi. Mənim qarşıma çıxmadı, düz oğlumun qarşısına çıxdı. Elə qabağında yediyi yerdə içərisindən dəmir parçası. Mən elə başa düşdüm ki, yəqin ki, yəni dəmir hardan düşə bilər? Mikserin yəqin ki, qırıntısı olubdu. Kremi atlayanda, yəqin də biskvit idi, içərisi üzəri yəni kremli idi. Mən elə başa düşdüm ki, o mikserin qırıntısı olar. Dəmir özgə hardan olar? Ya da mən elə ya mikser ya onu fikirləşdim ki, yəni unu ələmirlər, ələkdən keçirmirlər. Ona görə də bəlkə də hardasa qırıntı olub, ələkdən keçirilməyib. Ona görə də biskvitin içərisində olub. Ona görə sevmirəm qızlar. Bacardığım qədər evdə özüm hazırlayıram. Bilirəm ki, içərisinə nə hansı ərzağı vururam, təzədir, köhnədir, bunu özüm bilirəm. Burada da sousunu hazırlayıram qızlar. Sousu üçün də 1 stəkan yarım süd götürdüm, yarım stəkan yarım stəkan da duru yağ, armudu stəkandan 1, yarım stəkan da şəkər tozu, 2 qaşıq da un götürdüm. İstəsəniz kraxmal da götürə bilərsiniz qızlar. Amma mən əlimin altında kraxmal olmadığı üçün elə undan istifadə etdim. 2-3 qaşıq da kakao vurdum. Çünki yəni dediyim kimi Kentin kakaoları yaxşı olur. Ona görə də 2-3 qaşıq bəs edir. Ocaqda yəni qatılaşana kimi sousu bişirirəm, biraz qoyuram soymağa. Keksim də bişsin, biraz soyusun. Ondan sonra yəni üzərinə töküb üstünü bəzəyəcəm. Əslində qızlar, yəni keks də soyuyanda daha yaxşı olur. Düzdür, soğuz o qədər də soyumasa da olar, amma keks soysa daha gözəl olar. Mən indi video çəkildiyi üçün çox vaxt baxımından çox soyumağa qoymadım. Amma soyuyanda çox gözəl olur. Rahat olur. Üstünü bəzəyəndə də rahat olur. Bu dəfə kakosla bəzədim. Bəzən elə olur ki, evdə cevizlə də bəzəyirəm. Amma indi bu dəfə evdə kakos olduğu üçün kakosla bəzədim. Bir də sizlərə belə bir söz deyim qızlar. Sizlər mənim kanalımda hansı videoları görmək istəyirsiniz? Alış-veriş videolarını mı? Yoxsa ev təmizliyimi, belə deyim, yemək çəkilişlərini mi edim? Mənim üçün çox maraqlı olar fikirləriniz. Yorumlarda gözləyirəm ki, hansı tərzdə videolar çəkməyimi gözləyirsiniz. Düzdür, mən təzə başlamışam. Yəni abunə sayım az da olsa, amma təzə başlamışam. Mənim üçün də fikirləriniz maraqlı olar ki, hansı tərzdə videolar daha yəni maraqlı olar. Mənə elə gəldi ki, mən özüm yəni bu qədər çəkdiyim bir neçə videolarım olub. O videoların içərisində alış-veriş videosu daha çox sevilib. Mən elə düşündüm, amma sizin də fikirlərinizi gözləyirəm ki, yorumlarda mənə maraqlı olar hansı tərzdə videolar, o tərzdə də videoları çəkərəm. Bir də qızlar belə deyim, sizdən yenə deyirəm, dönə-dönə üzr istəyirəm. Danışığımda ola bilər, həyəcanım olar, həyəcanlı olaram. Çünki təzə çəkiliş, yeni çəkiliş etdiyim üçün həyəcanlı olur. Düzdür, əvvəl təzə videolarımda daha çox həyəcanlı idim, amma indi yox. İndi nisbətən o həyəcanım azalıb. Düzdür, o həyəcanımı gördüm ki, bəzi yorumlarda irad tutdular. Amma belə deyim qızlar, mən heç bir zaman yəni videolarda hansısa bir videolarda, yorumlarda bir pis fikir yazmıram. Demirəm, yorum açıqdır, fikirlərinizi deyə bilərsiniz. Amma mən ən azından istəyirəm ki, onun həyəcanımı ola bilər. Düzdür, qıraqdan baxanda deyərsiniz ki, nə var hasaddır, orada nə var yəni həyəcanlı. Amma
qıraqdakına hasad gəlir, amma çox həyəcanlı insanda danışanda həyəcanlanır, istər-istəməz. Həm də təzə başlamışam deyən videolara ona görə adam həyəcanlanır. Adi bir işə gedəndə, yeni işə başlayanda belə o insan həyəcanlanır. İndi də yəni o iş bu iş nə fərqi var? Mənim üçün belə deyim. Yəni mən də təzə-təzə başlamışam, ona görə həyəcanım çox ola bilər. Üzürlü sayın yenə deyirəm. Yavaş-yavaş inşallah o həyəcanım da gedər. Gördüyünüz kimi qızlar, yəni mən soyumamışdı. Soyuyanda daha yaxşı olur, amma isti-isti olanda biraz yəni bıçağın üzəri yəni yapışır. Amma soyuyanda daha yaxşı olur. Doğradım. Çok güzel pişib qızlar. İçi də pişib, yəni iç pişib. İndi doğrayacağım, görəcəksiniz. Üzərinə də sozunu töküb bəzəyəcəm kakosla. Dediyim kimi sadə bir bəzək deyəndə, yəni deyirsiniz ki, nə bəzək vurdu, amma sadə bir bəzək vuracağım qızlar. Kakosunun üzərini bəzəyəcəm. Yenə dediyim kimi istəsə zövqlər müxtəlifdir. Siz nə istəsəniz, yəni istəsəniz qozla, istəsəniz kakosla, yəni bəzəyə bilərsiniz. Mən də sadə kakosla bəzədim. Çox gözəl, dadlı olur qızlar. Sozunu da tökdüm, hər tərəfinə yaydım. Sozunu da nə elə suyuq etmirəm, nə də elə qatı şəklində etmirəm. Orta kıvamda, yəni sozunu edirəm, hər tərəfinə yayıb. Biraz da dediyim kimi bıçaqla forma verib, belə sozu tökəndə o kəsdiyim forma itir. Üzərindən yenə bıçaqla kəsəcəm. Üzərini kakoslayıb. Üzerini kakoslayacağım qızlar. Elə sizlərlə də birlikdə doğrayarıq, içərisinə də baxarıq. Çox gözəl, yumşaq olur qızlar. Yəni siz də bişirə bilərsiniz. Düzdür, hər yerdə, YouTube'da, yəni hamı bişirdiyi bir sadə ıslaq keksdir. Sadəcə yenə deyirəm, o birisi videolarımda dediyim kimi gənc qızlarımız ola bilər, gənc ailə quran xanımlarımız ola bilər. Hər zaman bizim özümüzə yəni bilmədiklərimizi hansısa bir videolardan, YouTube'dan, hardasa nəyisə götürmüşük, öyrənmişik. Öyrənmək eyib deyil qızlar. Mən hər zaman deyirəm, bilmədiklərimi öyrənirəm. Böyüklərdən olsun, istər indi YouTube'da daha çox hər tərəfli videolar olur. Oradan mı götürürəm, böyüklərimizdən mi məsləhət alıram. Mən sevirəm öyrənməyi ki, yəni hardansa nəsə götürüb, hardansa da özüm üçün nəyisə araşdırıramsa, nəyisə öyrənirəmsə də mənim üçün çox maraqlıdır ki, bugün də nəyisə öyrəndim. Bilmirəm, sizlər necə, sizlər də məni kimi düşünürsünüz, yoxsa fikirlər müxtəlifdir, hərə bir cürə fikirləşir, yəni hərənin zövqü, fikri bir başqa olur, belə deyim. Mən elə fikirləşirəm. Gördüyünüz kimi üzərini bəzədim, kakosladım. Hər tərəfini kakoslayacağım. Yəni bol da kakos tökürəm, az tökmürəm. Kakosda olanda çox dadlı olur. Ona görə də yəni bol kakosunu da tökürəm. Sadə bir bəzəkdə vurdum. Qızlar sağ olun, Allah amanında qalın. Göz haqqınızı halal edin. Hər birinizin süfrələriniz bol, ruzili, bərəkətli olsun. Xoş günlər arzulayıram sizlərə. Yeni videolarımda görüşmək ümidi ilə. Hər birinizin yenə deyirəm fikirlərinizi yorumlarda gözləyirəm. Kanalıma abunə olmağı, like atmağı sizlərdən gözləyirəm. Hər birinizin fikirləri mənim üçün maraqlıdır. Kanalıma da dəstək olmağı unutmayın. Nə istəsəniz, hansı tərəfdən videolar istəsəniz yorumlarda gözləyirəm. Hər birinizin fikirlərinizi. Sağ olun, Allah amanında qalın.